Salam əziz dostlar. İstəklerinizin arxasınca gedin. Həqiqətən istəyin. Düşünün ki, balaca bir övladınız var və o bir şey istəyir. Və sizin bəlkə cebinizdə pulunuz yoxdur, bəlkə də son pulunuzdur, bəlkə də borc edəcəksiniz. Amma o uşaq onu şiddətli şəkildə istəyir. Siz məcbur şəkildə onu alırsınız, gətirirsiniz. Təbii ki, insan pis olur ki, son puluydu falan, amma yenə də siz xoşbəxt olsun deyə övladınız gətirib onu verirsiniz uşağa. Uşaq isə onu görür, xoşbəxt olur. Və siz bunu görüb daha da xoşbəxt olursunuz. Nəticədə nə olur? Həm uşağın istədiyi bir şey olur, həm də sizin xoşbəxtliyiniz daha da 1-ə 2 artır. Ona görə də bəzi hallarda istəməyi düzgün şəkildə bilmək lazımdır. Uşaqcasına şiddətli şəkildə istəməlisən ki, həqiqətən də istədiyin şeylər sənə düzgün şəkildə gəlsin. Qorxmaq lazım deyil, çəkinmək lazım deyil. Köhnə videolarda dediyim kimi heç bir şeydən qorxmaq lazım deyil. İstəyirsənsə düzgün şəkildə istəməlisən və istədiyin şeylərin də arxasında getməlisən.